Əziz müsəlmanlar, Allahdan qorxmaq cənnətə daxil olmağa səbəbdir. Və müminin də Allahdan qorxduğu üçün tərk etdiyi haramlar var, günahlar var. Mümin, müsəlman olan Allahdan qorxduğu üçün günahları tərk edir. Və bu günahların da ən böyüyü, ən başı Allah Azze ve Celle'ye şərik qoşmaqdır. Allah Azze ve Celle'ye ortaq qoşmaqdır. Allah Azze ve Celle'nin haqqını Allahdan başqasına yönəltməkdir. Şirk, yəni Allah'a aid olan bir şeyi Allah'tan başkasına vermektir. Təkcə bəzi insanlar elə zənn edirlər ki, şirk dedikdə şirk təkcə Allahla beraber yaradan var deməkdir. Xeyr, bu rububiyyətdə şirkdir. Lakin insanların çoxsunun bilmədən də özlərinin düşdüyü şirk hansı şirkdir? Deyirlər ki, ey filan kəs bizə şəfa ver, ey filan kəs bizə yardım elə. Allah Azze ve Celle'nin hakkı olan bir şeyi Allah'tan başkasına verirler. Allah'a şərik qoşma.